Cırtdanın maceraları. Salam əziz uşaqlar, hər vaxtınız xeyir olsun. Xoş gördük verilişimizdə sizi. Necəsiz? Mən bugün çox rahatam, çox gümraham. Niyə? Çünki gecə yuxumu çox qəşəng yatmışam, istirahət eləmişəm. Siz necə? Əla uşaqlar. İnsan yatanda, ya vaxtında yatanda, yaxşı istirahət edəndə insanın enerjisi çox olur, rahat olur, gümrah olur. Necə? Aha, cırtdanı deyirsiniz. Ay doğrudan cırtdan gəlir ki, salam cırtdan, səsimi də çıxartmırsan. Niyə? Ay cırtdan, çoxdan gəlmirsən? Ay Allah, cırtdana nə olub? Cırtdan, yenə oyun oynayırsan mənlə? Cırtdan. Ay Allah, nə olub cırtdana? Ay. Cırtdan nə oldu? Uşaqlar, cırtdana nə oldu? Cırtdan, bir kömək lazımdır, gəl. Cırtdan. Ay cırtdan, cırtdan, ay şükür hərəkət elədi. Cırtdan. Ay. Ay, yaxşısan? Qurumuşam. Qurumusan, niyə? Uşaqlar, getmin, yaxşıdır. Çağırın orada, Həsən də getdi. Çağırın, getdi hamı kömək çağırmağa. Ürəyim düşdü. Ay. Cırtdan, nə olub sənə? Cırtdan. Toxunma. Nəyə toxunmayım? Yaxşı, toxunmuram. Nə olub sənə? Hər yerim quruyub çiçək bacı. Niyə? Bilmirəm. Uşaqlar, nə olub buna? Cırtdan. Gecəni, ay, tərpənmə cırtdan. Gecəni yatmamışam bütün günü. İmtahanı var idi? Var, amma ona hazırlaşmamışam. Niyə? Bəs gecə dərs eləməmisən, bəs gecə nə eləmisən? Deyirəm, bəlkə nənəvə kömək eləmisən, Yazıq. Yox, ona da kömək eləməmişəm. Bəs nə oldu? Bütün günü planşetə baxmışam. Nə? Buna baxmışam. Planşetə baxmısan? Niyə? Nə bilim, dünən o verilişi qurtarandan sonra gördüm ki, bir dənə işıqlı pəncərə mənə baxır. Aha. Deyir ki, cırtdan, gəl mənimlə oyna. Ay cırtdan, yenə qurudu. Cırtdan, deyirəm ki, sən evə getməmsən, mən belə başa düşdüm, Yox, elə bütün günü burada oynadım. Bir də gördüm ki, qurumuşam, tərpənə bilmirəm. Vay, uşaqlar, bəs nənə narahat olar axı, sən niyə getməmisən evə? Cırtdan, yenə qurudu. Tapmacanın elə bil vaxtı çatıb. Tapmacan vaxtı. Tapmaca deyək uşaqlara, biraz da mən də özümə gəlim. Yaxşı, gedək tapmacaya. Ay Allah, mən də özümü itirdim. Cırtdan, sən hər dəfə məni öldürməsən, əl çəkən deyilsən də. Yaxşı uşaqlar, gedək tapmacaya. Yaxşı, getdi. Uşaqlar, tapmacanın cavabını qəşəng tapın, tez diqqətli qulaq asın və aşağıdakı nömrələrə tez yazın. Getdi uşaqlar. Uşaqlar, getdik. Vay. Ay, hər yerim ağrıyır. Uşaqlar, mənim balaca dostlarım, bugün də gəlmişik tapmacaya. Əvvəl meşədə idi, bircə peşədə idi. İndi yaraq olubdu, babama dayaq olubdu. Aha, biraz çətin oldu. Yox, tapa bilirsiniz, əhsən sizə. Onda gözləyirəm, aşağıdakı nömrələrə yazın, cavabı göndərin. La. Cırtdan, mənim gözəl balam, gəl bugün sənə gözəl bir nağıl danışım. Nənə, nağıl danış görək bugünkü nağılımız nə olacaq? Bugünkü nağılımız
Qurqur xanım haqqındadır. Nə? Qurqur xanım? Bu nə deməkdir, nənə? Dayan, danışım, sən də bax. Qurqur xanım bir qurbağadır. Deməli belə. Bir meşənin kənarında böyük bir gölməçə var idi. Bu gölməçədə müxtəlif qurbağalar yaşayırdı. Qurbağalar hər gün səhərdən axşama qədər mahnı oxuyurdular. Bir-birləri ilə söhbət edirdilər. Aha, nənə, necə söhbət eləyirdilər? Qur, qur. Hə, qur-qur bir-birləri ilə söhbət edirdilər. Amma bunların arasında bir qurbağa var idi ki, o heç dayanmırdı. Səhərdən axşama qədər qur-qur edib danışırdı. Məsələn, suyun üzünə çıxıb qonşu qurbağaya deyirdi: "Ey qurbağa, neynirsən orada? Nə ilə məşğulsan?" Sağ tərəfində olan qurbağaya deyirdi: "Neynədin? Dərslərini yaza bildin?" Səmaya baxırdı, deyirdi: "Ey quş, sən nə qəşəng uçursan? Hara gedirsən belə?" Və ya çəyirtkəni görəndə deyirdi: "Ey çəyirtkə, bu günləri bizim üçün hansı mahnını oxuyacaqsan?" Elə danışırdı, heç dayanmırdı. Aa, nənə, elə şey də olar. Adam danışar, dayanmasın. Bəli, o qədər danışırdı ki, onunla üzləşməmək üçün qurbağalar o suyun üzərinə çıxanda özlərini suya atırdılar. Heç kəs onun ilə üzləşmək istəmirdi, çünki hamını danışmaqdan bezdirirdi. Günlərin bir günündə bilirsən nə oldu? Nə oldu nənəcan? Günlərin bir günündə o gölməçənin kənarına dəcəl bir oğlan gəldi. Həm də əlində sapandı ilə. Nənə, sapand? Aycan, nə baş verdi nənə sonra? Bu dəcəl oğlan əlində sapan tutmuşdu, bir əlində də daş. Gölün qırağına gəldi, gördü ki, aycan, burada nə qədər qurbağa var. Amma onu görcək bütün qurbağalar özlərini suya atdılar. Hamı suyun dibinə gedib gizləndi. Bircə bu qurqur xanım gözün yumub, ağzın açıb, elə hey danışırdı deyənə bu oğlanı görə bilmədi. Başı qarışmışdı danışmağa. Bilirsən bu oğlan neynədi? Neynədi nənə? Vurdular. Bu dəcəl oğlan suya baxdı və suyun ortasında qurqur xanımı gördü. Gördü ki, suda, gölməçdə yalnız bir qurbağa var. Odur ki, bir daşı sapandına qoyub düz qurqur xanımın ağzını nişan aldı. Daşı atdı və daş gəlib düz qurqur xanımın ağzına dəydi. Vay nənə, bax görürsən, çox danışmasaydı belə olmazdı, hə? Bəli, belə olmazdı. Əgər qurqur xanım gözünü açsaydı, digər qurbağalar kimi bu oğlanı görüb o da suyun dibinə çəkilərdi. Amma görə bilmədi və daş onun düz ağzına dəydi. Qurqur xanım huşunu itirdi. Bunu görən digər qurbağalar yavaş-yavaş suyun dibindən çıxıb qurqur xanımı götürüb qamışlığa tərəf apardılar. Onu özünə gətirdilər. Qurqur xanım yavaş-yavaş özünə gəldi və onun dostları onu danladılar. Dedilər ki, bu qədər danışmaq olmaz. Bax, özün görürsən, əgər az danışsaydı, bu hadisə sənin başına gəlməzdi. O gündən etibarən Qurqur xanım qərara gəldi ki, daha çox danışmayacaq. Hə, nənə, deməli çox danışmağın zərərlərindən biri də buymuş. Çox sağ ol nənə, nağıl danışdığın üçün. Bəli, çox danışmağın zərərlərindən də biri budur. O gündən etibarən Qurqur xanım az danışdığı üçün çox düşünməyə başladı və o gölməçədə müdrik bir qurbağaya çevrildi və digər qurbağalar da məsləhət almaq üçün onun yanına gəlirdilər. Nağlımız da burada bitdi. Mən də bayaqdan ürəyimi üzürəm ki, bu nə bilim gedib imtahanı var, dərs hazırlaşıb, nə bilim nənəsinə kömək eləyib.
Sən demə burada planşet oynayırmış. Ay çiçək bacı. O oyun idi da oynadım. İndi mən nə edeyim axı? Robot oxşayırsan, nə xəbərin var? Gör özünü nə hala qoymusan. Ay cırtdan. Hə, Bir özünə gəl biraz, çalış özünü toparla, uşaqlar da narahat olur. qurumuşam. Deyirəm ki, ay cırtdan, hər şeyin öz həddi var da. Bu nədir bəyəm? Bir dəfə baxdın, hə, tanış oldun, pəncərə idi, işıq idi, hər nə idi, oyun oynadın, daha dur get evə də. Niyə oturmusan burada? Nənə indi Allah bir nə haldadır? Nə qədər narahatdır? Nə bilim, bastım bir dənəsinə, 2 dənəsinə, 3 dənəsinə. Gördüm oradan maşın gəlir. Buradan şəkillər gəlir. Mənə də maraqlı gəldi. Bir dəfə ona, bir dəfə buna. O oyun, bu oyun. Özdə qeyd eləyim ki, mən oyunlarda qalib gəldim. Görürəm necə qalib gəldin. Ay qurumuşam, gülə də bilmirəm. Görürəm elə qalib gəlmisən, axırın nə cür olub? İndi yaxşısan? Başa düşdün indi nə etmək lazım idi? Yox, tərpənə bilmirəm. Necə Ay. tərpənəsən axı? Mən səni qəşəng gəlib tərbədərəm indi. Yox, sən dəymə. Sən tərpətsən elə mən bir dəfəlik olacam. Ay cırtdan, ay cırtdan. Mən sənə nə deyim axı? Mənə bax cırtdan. Ay. Bax sənə bir söz deyim. Qulaq as. Ay. Qulaq as. Ay. Hə. Yaxşı qulaq asma. Uşaqlar, bəs sizə deyim də. Qulağım da quruyub. Deməli uşaqlar, mən indi məsələn danışmayım. Siz hazır görürsüz ki, cırtdan nə vəziyyətdədir. Yəni axır oyunların bu çox oynamağın axırı nədir? Bilirsiniz də, indi gördünüz də. İndi bəzən indi ola bilər siz də valideynlərinizə qulaq asmayasınız, biraz çox oynamaq istəyəsiniz. Ana-atanız bu aqibəti görür və sizə deyir ki, bax bu cür eləməyin. Hə, cırtdan. Cırtdan da bilməyib də indi, hə? Bilsəydi bu günə qalmazdı. Bəs bunu niyə qoymusunuz axı bura? Əvvəla bu kimindirsə, gərək ondan icazə alaydım. Bu məsələyə də toxunum mən. Sən icazəsiz oturub kiminsə planşeti ilə oynamısan. İkincisi də ki, evə getməməyin çox pis oldu, çox. Deyirəm cırtdan. Bəli. Zəngin səsini eşidirsən heç olmasa? Eşidirəm, gəlir səs. Hə, uşaqlar, gedək. Getdi müsabiqəyə uşaqlar. Müsabiqənin cavabını, müsabiqədə iştirak etmək üçün aşağıya yazın ha mütləq. Getdik. Uşaqlar getdik. Salam benim dostum, necəsən? Çox sağ ol, yaxşıyam. Hə, adın nədir? Meysəm, Neçə yaşın var Meysəm? 12. 12, oyunumuza xoş gəlmisən. Əgər hazırsansa qəhrəman olmağa, onda keçək oyunumuza. Deməli Meysəm dostum, qəhrəman dostum. Burada gördüyün xanalardan birini seçirsən, yəni mənə deyirsən o xananın adını, mən də açıram hansı oyun çıxsa, gedirik oynamağa. Hansı xananı seçirsən, istəyirsən? 3-cü xananı seçirəm. 3-cü xananı. Getdik. Qəhrəman olmaq istəyən dostum. Görək bu gün qəhrəman olacaqsan yoxsa yox. Deməli qəhrəman olmaq üçün biz burada gördüyün qoyunları saymalıyıq. Və mənə düzgün qoyunların sayını deməlisən. Və əgər görsən ki, kənardan canavar gəlir, çox diqqətli olmalısan burada. Canavar gəldi deyərək qışqırarsan və bizim toplan gedər, həmin canavarları qovar. Unutma ki, canavarların xəbərini mənə deməsən, uduzacaqsan. Canavarlar gəlib qoyunları yeyəcək. Yaxşı? Hə? Bir, qoyunların sayını mənə vaxt bitməmiş deyəcəksən. İkinci şərt isə canavarların xəbərini deyəcəksən. Oyuna başladıq.
Diqqətli ol. Canavarların gəliş xəbərini mənə mütləq bildir, dostum. Bu dəfə toplan sənə kömək elədi. Canavarlar gəlir. Canavarlar gəlir. Canavar gəldi, toplan qaç. Meysəm deyir ki, canavar gəldi. Canavar gəlir. Qoyunların sayını əgər tez saymısansa deyə bilərsən yenə də. Vaxta diqqət elə. Vaxt tamam olmamış deməlisən, dostum. 10 dənə. Get qaç toplan. Neçə? Diqqətli say, diqqətli say. Diqqətli say, tez ol, vaxt qurtarır, tez ol. Neçə dənə qoyundu? 14 dənə. 14 dənə. Aferin sənə. Doğru cavabı dedin. 14 dənə qoyunun sayı var. Getdik xalımıza. Hə dostum. Qəhrəman oldun birinci oyunumuzda və 60 xal qazandın. İkinci dəfə də qəhrəman olmaq istəyirsən? Meysəm qəhrəman. Necə də yaraşdı adına? Onda xananı seç. 4-cü xanım. 4-cü xana açılsın. Getdik oyunumuza. Qəhrəman cırtdanın qəhrəman dostu Meysəm. Bu oyunumuzda qayda bu cürdür ki, bu gördüyün qutuların içində müxtəlif əşyalar var. Və bu qutular açılacaq. Sən həmin əşyaların yerini yadında saxlayacaqsan və bizə ən azı 6 dənə doğru cavab deməlisən. Çox diqqətli ol, yaxşı dostum. Oyuna başladıq. La 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 la. La 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 la. Diqqətli olsun dostum. Hansı xanada nə olacaq görəsən? Bu dəfə də bax. Sonra başlayırıq. Diqqətli, diqqətli, diqqətli. Aha. Denən. Hansı rəqəmin altında hansı əşya yerləşir? 18-dən maşın yerləşir. 18-də maşın, baxaq görək. Almaz imiş. Eybi yoxdur. Vaxtımız var. 3-də banan yerləşir. Neçədə? 3-də banan yerləşir. Açılsın 3-cü xanamız. Nar imiş. 17-də maşın yerləşir. Baxaq 17-ci xanaya. Qarpız imiş. Sonra 2-də banan yerləşir. içini açaq görək 2 dənə yerləşir. Aferin! Doğru cavab. Vaxta diqqət elə. Dostum. 6-da qələm yonan yerləşir. 6-da qələm yonal. Aferin. Sonra tez ol, vaxtımıza da az qalıb. 9-da maşın yerləşir. 9-da maşın. Yox, qamurcaymış. Eybi yoxdur. Vaxtımız tamam oldu. Gedək görək Meysəm qəhrəman neçə xal qazanıb. Getdik. Qəhrəman Meysəm, 80 xal qazandın, təbrik eləyirəm səni. Və bu da o deməkdir ki, 80 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın dostum. Təbrik eləyirəm. Çox sağ ol. Sən də sağ ol dostum. Maraqlıydı. Çox sevindim, çox şad oldum ki, sənin kimi qəhrəman dostum oldu. Sağ ol. Sağ ol.
Yavaş yavaş elə də öldüm axı. Elə sənə bu da azdır. Elə bu Yavaş da yavaş. azdır. Yaxşı oldu indi. Ay, biraz yaxşı olur. Yavaş elə də çiçək bacı. Elə bil divi masaj eləyirsən. Sən o Yavaş. qədər qurumusan ki, sənə əl vurmaq olmur cırtdan. Ay, yavaş. Ay. Belə yaxşıdır. Yaxşı, yaxşı, əl vurma. Əl çək, əl çək, əl çək. Yaxşı. Get o yana. İstəmirəm. Yaxşılıq da yaramır sənə. Cırtdan, özünü nə hala qoymusan? Qurumuşam. Nəyə uşaqlar biz? Heç nə dözməlidir. Elədiyini axırı bu olmalıdır da. Başqa nə çarəmiz var ki? Ay. Sən də masaj eləyirsən, düzgün elə də. Elə bil ki, divi masaj eləyir. Görmürsən ki, əlim boydayam? Bilirsən necədir? Sən o qədər qurumusan, bərkimisən ki, sənə əl vurmaq ümumiyyətlə olmur. Sən gərək bir gün belə keçirəsən bu günü. Məcburuq. Bax cırtdan. Bura bax. Əslində bu planşetdir, telefondur, kompüterdir, texnologiya vasitələri ümumiyyətlə insanlara lazım olan bir şeydir. Faydalıdır. Nəyi faydalı deyə çiçək bacı? Qurudub məni qoyub ora. Tərpənə də bilmirəm, çox yaxşı. Sənin qurumağın günahı özündədir, planşetdə deyil. Sən ondan o dilsiz, ağızsız o qalıb orada. Sən ondan düzgün istifadə eləməmsən. Gərək az istifadə eləyərdin. Elə deyil uşaqlar. Bəli. Baxın, planşetlə, telefonla, bu qədər texnologiya vasitələrini biz nə qədər işlər görürlər. Məsələn, adi elə cizgi filmləridir ki, siz xoşlayırsınız, onları çəkirlər. Şəkil çəkirlər, telefonla zəng eləyirlər. Nə qədər faydalı işlər var. Hətta dərs belə oxumaq olur. Nəylə? Ay. Belə planşetlə, kompüterlə, telefonla lazımı işlətmək olur. Yəni qədərincə işlətmək olur. Amma biz nə etmişik? Özümüzü qurutmuşuq burada. Cırtdanı qurudub bu planşet. Bu planşet cırtdanı. Planşet qurutmayıb, cırtdan özü-özünü qurudub. Ay. Cırtdan. Biraz yaxşı oldu. Elə bil bir az yaxşıyam. Biraz yaxşıdır. Biraz da masaj edir. Yo, dəymə. Yaxşı masaj eləyərdim mən sənə. Yazığım gəlir sənə ki, yəni bilirəm necə ağrıyırsan. Qəti əl vurma çiçək bacı. Yaxşı, cırtdan gedək müsabiqəyə. Müsabiqədən sonra danışarıq. Uşaqlar gedək. Bəli, getdik uşaqlar. Gəlin getdik müsabiqəyə. Qəhrəman dostum, görəsən bugünkü bizim qəhrəmanımız kim olacaq? Adın nədir dostum? Qasim. Qasim, qəhrəman Qasim. Neçə yaşın var? 10. Oyunumuza xoş gəlmisən. Hazırsan oyuna? Çox sağ ol. Bəli. Hazırsansa onda Qasim bu gördüyün yuxarıdakı rəqəmlərdən, xanalardan birini seç. Yəni mənə denən, mən də həmin xananı seçim. Gedək qəhrəman olmağa. 1. Birinci xana açılsın. Getdi. Hə dostum, oyunumuza xoş gəldin yenidən. Bu gördüyün kasa oyunu çox maraqlıdır və mənim ən çox sevdiyim və başımın ən çox gicəlləndiyi bir oyundur. Amma burada oynayan bütün dostlarım... Mən də bu oyunu xoşlayıram. Deməli bu oyunu bilirsən. Hə, onda dostum hazırsansa oyunumuza başlayaq. Bəli, hazıram. Başladıq. Yumurta olan kasaya diqqət elə mütləq və fırlananda gözünü ondan çəkmə. Sonra mənə birinci, ikinci, üçüncü xanada olduğunu deyərsən. Birinci xana saniyə olan yerdə yerləşir. İkinci xana orta, üçüncü xana bu biri kənar.
xanaların yerini düzgün denən. Hazır. Tamam. Birinci xana saniyənin Əvvəl arxasında olan yerdir, düzdür? Oranı deyirsən? Bəli, birinci xana açaq. Afərin sənə. Doğru cavab, qəhrəman. Gedək ikinciyə. Nə qəşəng qəhrəman dostlarım çoxalır. Qasim qəhrəman. Diqqətli ol. Diqqətlə bax. Gözünü çəkmə. Mənim başım çox fırlanır deyə çox baxa bilmirəm. Hansındadır? Birinci. Birinci görək birincідədir. Ay, ikincidəymiş. Eybi yoxdur. Yenə oynayırıq. Axırıncı dəfədir. Amma diqqətli ol. Getdi. Gözünü çəkmə. Diqqətlə bax. Fırlanır, fırlanır, fırlanır və dayandı. Hansındadır? Üçüncündə. Üçüncüdə. Afərin! Təbrik eləyirəm dostum. Getdi görək nə qədər xalımız var. Qəhrəman Qasim, 40 xal qazandın bizdən. Təbrik eləyirəm səni. Yenə qəhrəman olmaq istəyirsən? Onda xana seç dostum. Qəhrəman dostum, cırtdanın qəhrəman dostu. Neçə? 6. Möhkəm danış da, yağlı çörək yeməmsən sən də. Getdi! Hə, dostum. Bu oyunumuzun qaydası çox rahatdır. Deməli, bu qulaqcıqdan səs eşidəcəksən və səsin nə olduğunu, hansı səs olduğunu bizə deyəcəksən. Bu gördüyün qutudan da doğru cavab göstəriləcək. Deməli, nə edirik? Səsə diqqətlə qulaq asırıq və cavabı deyirik. Yaxşı, qulaqlarını qabağa gətir, diqqətlə qulaq as. Başladıq. Aha, diş yumaq. Baxaq. Cavab nədir? Afərin, fırça. Qulaqların yaxşı eşidir dostum. Qəhrəmanın qulaqları çox yaxşı eşidir. Getdi. Hə dostum, qəhrəman Qasim. 100 xal qazandın bizdən. Bu da o deməkdir ki, dostum, 100 manat dəyərində hədiyyə qazandın. Təbrik eləyirəm səni. Qasim, hədiyyəni bölərik, yaxşı? Zarafat edirəm. Hədiyyənin hamısı sənindir. Sağ ol. Çiçək bacı, bəs deyirsən ki, kompüter, nə bilim, o telefon, nə bilim, planşet çox xeyirli bir şeydir. Bəs məni bu xeyirli şeylər niyə qurudub? Aha, yaxşı. Niyə qurudub? İndi bu dəfə də zərərindən danışım da, elə deyil uşaqlar. Bəli, orada da uşaqlar deyirlər, danış ki, biraz cırtdan bilsin. Yaxşı. Deməli, biz bu xeyirli məsələn texnologiyadan düzgün istifadə eləmədikdə bizim zərərimizə olur. Biz gərək qədərində istifadə eləyək. Məsələn, dərsimizi elədik, məsələn, hansısa bir işimizi gördük, daha ondan əl çəkək də, qoyaq qırağa.
gedək başqa işimizə, biraz istirahət eləyək, biraz başqa işlərimizin dalınca gedək. O indi təsəvvürlə ki, 3-4 saat oturmusan onun qabağında. Necə olar uşaqlar? Bəli, pis olar. Yəni nəinki boynumuz, bütün bədənimiz cırtdan kimi quruyar. Bu bir məsələ. İkinci məsələ də budur ki, məsələn sən bu texnologiyanı qulaq asırsan, birdən oynamaq üçün istifadə eləmək istədin. Valideynləriniz sizə vaxt qoyur. Müəyyən bir vaxtı qoyur. Deyir ki, məsələn, tutaq ki, Hüseyn, Həsən, Muhammed, Zeynəb, bax sənə bu qədər saata icazə verirəm ha. Bundan artıq oynama. Niyə deyir uşaqlar? Çünki biz kompüterə çox baxanda, ümumiyyətlə ekranı olan, cırtdan demiş ki, işığı gələn əşyalara çox baxanda gözlərimiz zəifləyə bilər. Çağırır Çiçək bacı. İşığı olanlar bizə deyir ki, gəl bura oyna mənimlə. Ay ay ay. Sən də ona qulaq asırsan. Ana, ata da o qədər deyir ki, ay uşaq, az oyna, bu cür olarsan, o cür olarsan. Bu sözə də qulaq asmaq lazımdır. Yadıma gəlir cırtdan, 2 nəfər olursan, bir özü-özündən söhbət eləyirsən. Burada ən çox kimin sözünə qulaq asmaq lazımdır? Yaxşı cırtdanın, yəni vicdanlı cırtdanın. O cırtdanın sözünə qulaq assaydın, sən bu cür olmazdın. Yəqin ki, o cırtdan sənə 1-2 dəfə deyib, ay cırtdan, onu qoy yerə. Artıq mənim gözlərim ağrıyır. Artıq yorulmuşam, qurumusan, ay cırtdan. Elə bil burdasan, elə bil mənim yanımdaydın gecə. Sən hardan bilirsən, Çiçək bacı? Bilirəm İkinci də. cırtdanın elə dediklərini, hə? Bilirəm də, az görməmişəm axı o cırtdanı Ay da. cırtdan, denən görüm, gedib Çiçək bacıya sən xəbər eləmisən, hə? Eybi yoxdur. Mən səndən danışaram sonra. Hə, Çiçək Getdi öz bacı. aləmindən. Cırtdan, bir öz aləmindən gəl, zəngin səsini eşit. Müsabiqənin vaxtıdır. Hə, uşaqlar? Eşidirəm. Getdik müsabiqəyə. Hə, uşaqlar, qurumuşam, amma gedək yenə müsabiqəyə. Getdik. Salam mənim dostum, necəsən? Yaxşıyam, çox sağ ol. Oyunumuza xoş gəlmisən. Adın nədir? Çox sağ ol. Əbəlfəz, Neçə yaşın var Əbəlfəz? 12. 12. Aha, qəhrəman olmağa deməli hazırsan, hə? Bəli. Qəhrəman olmaq üçün deməli burada gördüyün xanalardan birini seçməlisən və mənə deməlisən. Oradan oyun seçəcək və nə edəcək? Gedəcək oyuna. Seç. İndi hansını istəyirsən? 1 2 3 4 5 6. Hansını? 5. 5. Açılsın 5-ci xanamız. Getdik. Hə dostum, bu oyunumuzda qayda budur ki, gördüyün bu qulaqçıqdan səs gələcək və sən bu səsin nə olduğunu bizə deyəcəksən. Arxada gördüyün qutudan da doğru cavab çıxacaq. Hazırsan? Başa düşdün oyunumuzu? Bir də deyə bilərsiniz? Bu qulaqçıqdan səs gələcək. Bu səsin nə olduğunu mənə deməlisən. Yaxşı? Hə, bildim. Qulaqlarını qabağa eləyirsən qəşəng. Səsi diqqətlə dinləyirik. Başladıq. Nə səsin oxşur? Ördək. Ördək, baxaq görək. Açılsın qutu. Aferin! Doğru cavab verdin. Cavabımız ördək idi. Gedək görək nə qədər xal qazandın. Getdik. Hə dostum, 60 xal qazandın. Qəhrəman Əbəlfəz. İkinci dəfədə qəhrəman olaq. Oynayırsan ikinci oyunu. Bəs hansı xananı seçirsən? 1. 1. Getdik.
dostum, bu oyunumuzun qaydası bu cürdür ki, sən burada bax belə sual işarəli qutular görürsən. Bu qutuların altında bir dənə kəlmə var. Yəni söz var. Biz bu sözü tapmaq üçün bizə kömək olaraq şəkillər göstərəcəklər və biz də bu şəkillərə uyğun cavabı tapacağıq. Hazırsan? Bəli. Açılsın şəkillər. Gəlin şəkillər. Biraz fikirləş, görək bu nə ola bilər. Bütün oğlan uşaqlarından demək olar ki, sevdiyi bir şeydir. La 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 la. Əksər oğlanlar belə işlərlə məşğul olurlar. Nə ola bilər? Mühəndis. Mühəndis. Baxaq görək cavaba. La 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 la. Aferin sənə. Doğru cavab verdin. Təbrik edirik səni. Getdi. Sağ ol. Əbəlfəz, qəhrəman Əbəlfəz, səni təbrik edirəm. 2 oyunla Çox sağ ol. birlikdə 120 xal qazandın. Və bu da o deməkdir ki, 120 manat dəyərində hədiyyə qazandın dostum. Təbrik edirəm səni. Çox sağ Sevindin? ol. Hədiyyə qazandığıma sevindin? Bəli, çox. Çox sağ ol ki, oyunumuza qoşuldun və təzə qəhrəman dostumuz oldu. Sağ ol. Sağ ol. Sağ ol. Deyirəm, gördünüz də axırı nə oldu. Mən bir şeyə narahatam, uşaqlar. İndi bu cırtdan evə də getməyib. Nənə nə qədər narahat olub. Elə deyil cırtdan. Dən gələ ona zəng eləyə. Telefonu hara qoymuşam mən? Cırtdan sən bilərsən, hara qoymuşdun? Bilmirəm Çiçək bacı, qurumuşam, xəbərim baxım. yoxdur. Nə hardadır, nə Aha, necədir? buradadır. Harda? Dayan elə mən nənəyə zəng eləyim. Nə deyəsən? Deyəsən ki, cırtdan quruyub. Alo, nənə salam. Can, sən cırtdan axtarsan, başa düşürəm səni, narahat olma. Zəylə mən də zəng elədim deyim ki, cırtdan buradadır. Çox əsəbləşib. Hə, Mən evə necə gedəcəm? Yox, yox, narahat olma, narahat olma. Yox, yaxşıdır, çox yaxşıdır. Nə narahat olma. yaxşıyam, nə yaxşıyam. Hə. Denən quruyub. Dayan da bir dəqiqədə. Quruyub denən, quruyub. Hə, yaxşı, yaxşı. Yox, birazdan gələcək, narahat olma. Cırtdan da, hə, yaxşı. Yaxşı, yaxşı nənə, narahat olma. Gələcək, yaxşıdır, vəziyyəti də yaxşıdır. Biz burada oyuna başı qarışıb. Hə, gələ bilməyib. Dedi. Yaxşı, sağ ol nənə, sağ ol. Oyuna başım qarışmağını niyə deyirsən axı sən? Hə? Deyərdin ki, burada iş görür də. Mən yalan danışım indi. Yalan danışmırsan ki, burada çəkiliş eləyirik də. Uşaqlara veriliş göstəririk də biz burada. Axşam da Ay, çəkiliş eləyirdik burada. yaxşı, yaxşı. Düz deyirsən. Özün izahatını verərsən, mən bilmirəm. Çiçək Nənə orada bacı, nigaran mən- olub, çox da nigaran olub, eşitdi ki, sən burada oyun oynamısan tamamilə. Bilmirəm, nənə indi çox əsəbləşmişdi, səsi də çox yaxşı gəlmirdi. Yazıq nənə indi sənin dalında nə qədər ağlayıb narahat olub. Çiçək bacı, deyirəm, bəlkə sən mənlə gedəsən. Niyə hər dəfə mən getməliyəm? Sən işləri xarab elə, sonra Çiçək bacı gəlsin səninlə. Bu dəfə bundan sonra özün gedəcəksən. Nə olar ki, gedək də nənəm demirsən, əsəbləşib. Səni görər, yadından çıxar da o əsəbləşmək. Ay cırtdan, nə bilim valla, nə deyim sənə? Gedək, Bax. gedək. Yox, hələ getmirik. Mənim sözüm var. Deyirəm uşaqlar, bax, sizə indi məsələn bir yol da göstərim də, məsələn, deyirəm ki, indi bu televizordur, bu ekrandan işıq gələn cırtdan demişkən əşyalar ki var, onlardan düzgün istifadə üçün bir neçə dənə yolu da var. İndi düz deyə, müasir dövrdür. İndi siz də istəyirsiniz oynayasınız, siz də istəyirsiniz biraz başınız qarşısın. Olur da bəzən indi, məsələn mənim də işim olur telefondan.
və yaxud da kompüterlə biraz çox çəkir. Amma zərərini də görürəm də. O günü gözlərim nə günə qalır, yəni narahat oluram. Sonra bilirsiniz də, mən də indi eynək taxdığım üçün gözlərim daha həssasdır. İndi sizin kimi uşaqlarda ola bilər ki, yəni bu işə diqqət eləməyəsiniz. Sonra əziyyətdən çəkəcəksiniz də, bilirsiniz. Amma nə etmək olar? Baxın uşaqlar, qəşəngcə, məsələn, ana-atanızın sözünə qulaq asırsınız ki, heç. Həmişə sizin yanınızda ana-ata olmur ki. İndi bəzi vaxtda cırtdan kimi tək ola bilərsiniz. Onda nə etməlisiniz? Əhsən, özünüzə vaxt qoymalısınız və vaxt qoyduğunuza görə əlbəttə ki, xeyrini görəcəksiniz, amma bir tərəfdən də özünüzə maraqlı bir yol da tapın. Məsələn, xoşladığınız bir iş varsa, deyin ki, bu kompüteri 2 saatda oynayandan sonra bunu eləyəcəm. Onda sizin həvəsiniz olacaq ki, o işi gedib eləyəsiniz. Özünüzlə də biraz məşğul olmuş olacaqsınız da. Elə deyil uşaqlar? Əhsən, bax, görürəm ki, bəziləriniz bunu edirsiniz. Cütdə necə fikir idi? Yaxşıdır, yaxşıdır Çiçək bacı. Deyirəm ki, dünən də dostlarımı görməmişəm. Darıxmışam dostlarım üçün. Düzdür, bu oyunlar da maraqlıdır. Amma çöldəki dostlarımla həyətdə futbol oynayanda, digər oyunlar oynayanda daha maraqlı olur, daha əyləncəli olur və mən o oyunları oynayanda qurumuram. Belə qərar aldım ki, Çiçək bacı, lazım olmadıqca mən bu planşetə bir də əl vurmayacağam. Bəli, lazım olduqca. O bizə lazımdır əslində. Bunlar bizə lazımdır. Bu texnologiya bizim üçün düzəlib ki, biz ondan istifadə edək. Amma nə vaxt? Lazım olanda, dərs oxuyanda, oyun oynamaq istəyirsiniz, oynayın. Amma az miqdarda. Çöldəki oyunlar daha maraqlıdır Çiçək bacı. Dostlar daha maraqlıdır. Sevilirsiniz, gülürsünüz, oynayırsınız. Elə deyil cütdan. Hə, Çiçək bacı. İndi mən gedim Əliyə deyim ki... Uşaqlar, keçən dəfəki tapmacamızın cavabını kim tapmışdı? Fikirləşirsiniz. Yaxşı. Gəlin kömək eləyim. Amma əvvəlcə deyək. Əvvəl meşədə idi, bircə peşədə idi. İndi yaraq olubdu, babama dayaq olubdu. Hə, onu adətən qocalar istifadə eləyir. Yəni özlərinə dayaq olsun deyə ondan istifadə eləyirlər. Hə, deməli nədir? Tez yazın, göndərin. Hə, planşet də getdi. Nə yaxşı oldu, hə, uşaqlar? Hey, Çiçək bacı, yoxsa qalmışdım, qurumuşdum qabağında. Elə bil məndən əl çəkmək istəmirdi. Yapışmışdı mənə. Gördü kimdən əl çəkmək istəmirdi. Ay cırtdan. Yaxşı uşaqlar, baxın. Düzdür ki, mən dedim ki, oynaya bilərsiniz. Amma siz nə qədər az oynasınız, nə qədər bu planşetdən lazımi qədər istifadə eləsəz, telefon və kompüterdə bunun içindədir, texnologiya vasitələri ümumiyyətlə. Onlardan nə qədər az istifadə eləsəz, o qədər sizin xeyrinizədir. Yəni həm lazım olan qədər, istədiyiniz qədər yox, lazım olan qədər istifadə edin. Həm ki bu cırtdanın gününə qalmayasınız. Necə? Aha, deyirsən sən də cırtdanın gününə qalmışdın. Görürsən, Çiçək bacı, tək mən deyirmişəm. Deməli, o biri uşaqlar da oynayırlarmış da çox. Bəli. Biz nə qədər oynaya bilərik? Valideynlərinizin sizə qoyduğu vaxt qədər. Yəni bu valideynləriniz sizi baxır, bilir. Məsələn, o qədərini sizə deyir. Məsələn, sənə düzdür, indi sən birinci dəfə idi tanış olurdun. Hə, uşaqlar siz necə? Bəli. Məsələn, deyir, mənim valideynim nə vaxt məndən telefonu desə ki, bu vaxtda gətir, mən o vaxtı qoyuram. Ola bilər ki, bəzi vaxtlar tez götürsünlər. O lazım olur ki, sizi bilir, burada baxıb görüm, sizin şəraitiniz necədir. Ola bilər ki, tez götürsünlər. Ola bilər ki, həmin vaxt ki, sizə qoyuldu, o vaxtı alsınlar. Ona görə də valideynlərinizə qulaq asın. Tək olsaz belə, dediyim kimi, özünüzə maraqlı oyunlar düzəldin. Uşaqlarla oynamaq, dostlarla oynamaq daha qəşəngdir. Daha məsələn adam şad olur, sevinir. Təsəvvürlə ki, bir anlıq hamı bu planşetlə oynayır, hamı telefonla oynayır. Təsəvvür etsən o aləm nə cür olar? Hər yer sakit.
Pis olar çiçək bacı, Bəli. pis olar. Çünki uşaqların səsi gəlməlidir. Bəli. Gülüş səsləri, oyun səsləri. Bunların hamısı olmalıdır ki, daha da maraqlı olsun. Çiçək bacı, mənim dostum, yəni sinif yoldaşım demişdi ki, onun anası tapşırıb ki, 20 dəqiqə televizora baxa bilərsən. Ən uzağa tapşırıb ki, 1 saat. Ondan o tərəfə olmaz. Çünki Aferin. çox zərərlidir. Bəli. Uşaqlar, bəs siz nə qədər, necə istifadə elədiyinizi bizə yazın, göndərin. Biz də bilək ki, sizlər nə cür istifadə eləyirsiniz kompüterdən, televizordan, planşetdən, Bəli. yəni necə istifadə eləyirsiniz? Cütdən hara yazacaqlar? Hara yazacaqlar? Aşağıdakı nömrələrə, uşaqlar, aşağıdakı nömrələrə həm bu sözlərinizi yazın, fikirlərinizi yazın və başınıza gələn əhvalatları yazın. Əgər birdən siz də qurumusunuzsa cırtdan kimi o əhvalatları da bizə yazın, göndərin. Mütləq. Və tapmacanın cavabı müsabiqədə iştirak etmək üçün də aşağıya mütləq yazın. Hə, Gözləyir uşaqlar. ya uşaqlar. Sağ olun, gedim nənəmin yanına, nənəm darıxıb Hə. mənim üçün. Sağ olun. Sağ olun uşaqlar, bu günlük bu qədər. Salamat qalın. Mən balaca qurumuş cırtdanam. Hey.